Gözəlliyi ilə hər kəsi valeh edən bu xanım 40-cı 50-ci illərin ən tanınmış rəqqasələrindən idi. Səhnədə olarkən konsert salonlarının qarşısında uzun-uzadı insan izdihamı, dəstə-dəstə güllər, ayaqüstü alqışlar, sevgi, hörmət, diqqət, qayğı görmüşdü. Birdən hər şey qutardı. O daha heç kəsə lazım olmadı. Unuduldu, yaddan çıxdı. Sanki belə bir insan bu həyatda yaşamayıb. Taleyin hökmünə boyun əyməkdən başqa çarəsi qalmadı. Hamıdan küskün çəkildi bir kənara, qalan ömrünü ailəsinə, övladlarına həsr etdi. Bütün varlığı ilə bağlandığı sənətdən ayrı yaşamağa məhkum olundu. Beləcə, günlərin birində bu dünyanı tərk etdi. Səssiz, səmirsiz. Söhbət Azərbaycanın əməkdar artisti, dövrünün ən məşhur rəqqasəsi Tutu Həmidovadan gedir. Tutu Həmidova 1922-ci il martın 6-sında Bakıda anadan olub. Əslən Bakının Birgəh kəndindəndir. Atası Məmməd kişi, anası Xədicə xanım. Onlar ailədə 3 bacı, 2 qardaş olublar. Tutu, Xanbacı, Ədilə, İsmail və Bəhram. Bəhram ögey qardaşlarıdır. Yəni ana bir, ata ayrı qardaş. Tutu hələ 5 yaşı olarkən valideynləri ayrılır. Xədicə xanım daha sonra Həmid adlı bir insanla ailə qurur və bu evlilikdən oğlanları Bəhram dünyaya gəlir. Həmid uşaqlara çox gözəl baxıb. Onları oxudur, böyüyə başa çatdırır. Yəni öz doğma oğlundan ayırmadı. Xədicə xanımın birinci ailəsindən olan övladlarını. Hər birinə ögey də olsa ata qayğısını göstərir. Toy edir və onların xoşbəxt olması Həmidin özünü də sevindirirdi. Təsadüfdən deyil ki, Tutu xanımın baş daşında öz doğma atası deyil, ögey atasının adı yazılıb. Tutu hələ orta məktəbdə oxuyarkən əlavə olaraq tar sinifinə yazılır. Amma biz bilirik ki, o dövrdə tara olan münasibət o qədər də yaxşı deyildi. Onu qadağan etmək istəyirdilər. Və belə əsaslandırırdılar ki, tarın səsi Sovet vətəndaşını kədərləndirir. Bu alət yəni bizə lazım olmayacaq. Bütün bu məhrumiyyətlərə baxmayaraq Tutunu fikrindən döndərmək olmur. Səid Rüstəmov onun tar çalmağını görmüşdü və ona deyir ki, əgər sən tarı yaxşı ifa etməyə bacarsan, səni öz ansamblıma işə götürəcəyəm. Amma Tutunun yeniyetmə çağlarında ailə qurması bu istəyinin üzərindən xətt çəkir. Tutunun başqa bir istedadı da vardı. O çox gözəl rəqs etməyi bacarırdı. Hələ 10-12 yaşlarında olanda məhəllədə toy olarkən bütün qadınlar yığışıb onun rəqsinə tamaşa edirdi. Hələ evdə də özü üçün deməli yorğan döşək üzlərindən səhnəcik düzəltmişdi. Rəqsə çox böyük məhəbbəti vardı. Bunu görən bacısı Xanbacı günlərin birində ona deyir ki, gəl səni aparın filarmoniyaya, qoy sənə baxsınlar. Tutu isə etiraz edir. Çünki həmin dövrdə artıq ailə qurmuşdu, onun oğlu körpə idi. Deyir ki, yəni mən uşağı qoyub gedə bilmərəm. Bir də ki, həyat yoldaşım buna razı olacaqmı? Amma bacısının təkidindən sonra Tutu razılaşır. Onlar birlikdə gedirlər filarmoniyaya. Məşhur rəqqas Əlibaba Abdullayevin yanına. Əlibaba müəllim Tutunun rəqsinə baxır və çox bəyənir. Ona deyir ki, sən heç yerə getmə. Allah səni səhnə üçün yaradıb. Rəqqasəliyə lazım olan bütün xüsusiyyətlər səndə var.
Boy, buxun, incəlik, plastika və s. Tutu xanım sonralar xatirələrində deyirdi ki, əgər əvvəllər rəqsə ötəri bir həvəs kimi baxırdımsa, sonralar vuruldum bu sənətə. Gecəm gündüzüm yox idi. Bütün günü rəqs edirdim. 1940-cı ildə Tutu Həmidovanı filarmoniyaya işə götürürlər və o 60-cı ilə qədər Dövlət mahnı və rəqs ansamblının solisti olur. Tutu Həmidova nəlbəki, turacı, nazələmə, innabı kimi rəqslərin ən məşhur ifaçısı olub. Nazələmə rəqsi isə birbaşa Tutu xanımın adı ilə bağlıdır. Çünki bu rəqs onun üzərində qurulmuşdu. İnnabını isə Tutu xanımdan sonra o cür şörqdə oynayan olmadı. Onun həm də çox gözəl səsi vardı. Rəqs edərkən Sarı Gəlin, Dilbərin mahnılarını zümzümə edərdi. SSR-nin bir çox respublikalarında, o cümlədən İranda, Türkiyədə, Çində qastrol səfərlərində olur. O dövrünün ən məşhur rəqqasəsi idi. Başgüzəlləndirici məşhurluğa baxmayaraq, 1961-ci ildə o səhnədən gedir. Belə bir qərarı vermək asan deyildi. Amma Tutu xanımı artıq heç bir qüvvə filarmoniyada saxlaya bilməzdi. Əlbəttə, nə qədər çətin olsa da, Tutu xanım bir daha səhnəyə qayıtmır. Filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli dəfələrlə ondan xahiş edir ki, sən getmə. Amma Tutu Həmidovanın fikrindən döndərmək mümkün olmur. Dilbərim, Bir dənə sən, Yaylığım, Qarabağ maralı rəqsləri Tutu xanımla da getdi. Bu rəqsləri ondan sonra Tutu xanım kimi oynayan ikinci rəqqasə gəlmədi. Düzdür, indi Əminə xanım da çox məşhur rəqqası olub. Hətta o Tutu xanımdan əvvəl 30-cu illərin ortalarında rəqqasəliyə başlamışdı. Amma Tutu xanım səhnədə olanda çox belə çətin də olsa deməliyəm ki, Əminə Dilbazi kölgədə qalmışdı. Əlbəttə, onun gözəlliyi, onun populyarlığı, insanlar arasında sevgisi ətrafındakiləri qısqandırmaya bilməzdi. Bəli, Tutu xanıma qısqanclıqla yanaşırdılar. O bunu özü çox gözəl bilirdi. Və bəlkə də bu qısqanclığa görə o səhnədən getdi ki, o insanların ürəyi rahat olsun. Onları incitmək istəmədi. Sözün əsl mənasında. Sənətdə göstərdiyi xidmətlərinə görə Tutu Həmidovaya 1959-cu ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı verilir. Əlbəttə, o səhnədən getməsəydi, mütləq ki, xalq artisti adını da alacaqdı. Hələ başqa mükafatlara da layiq görüləcəkdi. Amma bunlar baş vermədi. O, öz istəyi ilə rəqqasəlikdən getdi. Şəxsi həyatına gəldikdə isə Tutu xanım 1938-ci ildə 16 yaşı olarkən Pirşağılı Əmrullah Nağıyevlə ailə həyatı qurur. Əmrullahın xalası Tutu xanımgilin qonşusu idi. Onlara gəlib gedəndə görmüşdü, bəyənir, daha sonra elçi göndərir. Xədicə xanım da qızının yaşının az olmasına baxmayaraq elçilərə həri cavabını verir. 5-6 ay təxminən nişanlı qalırlar, daha sonra toy edirlər. Bu evlilikdən 1939-cu ildə Zaur, 1943-cü ildə Davud adlı oğlanları dünyaya gəlir. Ailə qurandan sonra onlar İçəri şəhərdə Xan Sarayının yanında yaşayırlar. Tutu xanım çox gözəl qadın olub. Əlbəttə, bu Əmrullahı qısqandırmaya bilməzdi. Həm də ki, səhnədə olan qadın istər-istəməz kişilərin diqqət mərkəzinə düşür. Və günlərlə evdə söz-söhbət, dava, dalaş, nəhayət
1954-cü ildə Tutu xanım Əmrulladan boşanır. Oğlu Zaur anası ilə, Davud isə atasının yanında qalır. Əmrullah Nağıyevlə 15 ilə yaxın bir yerdə yaşayırlar. Onu da qeyd edim ki, Əmrullah Nağıyev Bakıda ən məşhur qəssablardan biri olub. O dövrlərdə qəssablar da deməli barmaq sayı idi. Yəni indiki kimi hər tində bir qəssabxana yox idi. Əmrullah çox tanınmış, Bakıda hörmətli bir qəssablardan idi. Daha sonra o yaşlı dövrlərində artıq qəssablıq edə bilmədi və dram teatrında qapıçı işləyirdi. Tutu xanım bir müsahibəsində deyir ki, onun həyat yoldaşı Əmrullah Nağıyev 1942-ci ildə Böyük Vətən müharibəsinə gedir və geri qayıtmır. Əslində Tutu xanım bunu həqiqətənmi belə deyir, yoxsa jurnalist özündən yazıb, bilmirəm. Amma onu dəqiq bilirəm ki, Əmrullah Nağıyev 1986-cı ildə dünyasını dəyişib. O Böyük Vətən müharibəsində deyil, elə Bakıda ömrünün ahıl yaşında vəfat edir. Qəbri hazırda Pirşağı kəndindədir. Tutu xanım ikinci dəfə 1958-ci ildə Dağlı Həsənağaya ərə gedir. Dostları onu Bığ Həsənağa deyə çağırardılar. Çünki onun çox iri bığları olub. Həsənağa Məmmədov Tutu xanımla tanış olana qədər ailəli idi. Onun bir qızı, bir oğlu vardı. Amma Tutu xanımı görmüşdü. Onu çox sevirdi. Deməli, hər konsertdə gəlib birinci sırada oturub Tutu xanıma tamaşa edirdi. Və Tutu xanım bundan şübhələnir. Günlərin birində konsertdən sonra Həsənağa ona yaxınlaşır və evlilik təklif edir. Tutu xanım əvvəlcə etiraz edir. İstəmir. Amma sonradan razılıq verir. Həmin illərdə Tutu xanımı filarmoniyada işləyən Hüseyin Bala adlı bir oğlan da sevirdi. Onun dərdindən dəli divanə olmuşdu. Ətrafdakılar da hamısı bunu bilirdi. Əlbaba müəllimin də xəbəri vardı. Amma Tutu xanım Hüseyin Balaya yox cavabını verir. Onu istəmir. Həsən ağanın valideynləri buna qəti etirazlarını bildirsələr də o fikrindən dönmür. Anası Hüsniyə xanım deyirdi ki, bircə rəqqasəmiz çatmır. Heç kəsin sözünə baxmadı. Və bu səbəbdən də bacı qardaşları ilə münasibəti soyudu. Onlar ailə qururlar və 1961-ci ildə qızları Dilruba dünyaya gəlir. Yaşayırdılar İçəri şəhərdə Xan Sarayının yanında. Daha sonra deməli Tutu xanıma Oktyabr rayonundan, indiki Yasamal rayonunda Yasamal bazarı ilə üzbəüz 5 mərtəbəli binada 3 otaqlı mənzil verirlər və Həsən ağa ilə ailə quranda artıq həmin mənzilə köçürlər. Zaur da çox vaxt anası ilə yaşayırdı, amma bir müddət o nənəsi Xədicə xanımın yanında qaldı. Amma Tutu xanımı bir məsələ narahat edirdi. Maraqlı ondaydı ki, Həsən ağa da qəssab idi. Onun Şüşəli bazarın yanında qəssabxanası vardı. Hətta Həsən ağa ilə Əmrullah bir-birlərini tanıyırdılar. Düzdür, yaş fərqləri olsa da onlar hər ikisi qəssab olduğuna görə bir-birlərinə münasibətləri vardı. Onu da qeyd edim ki, Həsən ağa Tutu xanımdan 12 yaş balaca idi. Tutu xanım istəmir. Deməli, Həsən ağa qəssablıqla məşğul olsun. Həm də ki, bir qınaq vardı, el qınağı vardı. O istəmirdi ki, ətrafdakı insanlar desinlər ki, buna bax, bir qəssabdan boşandı, o biri qəssaba ərə getdi. Bütün bunlar Tutu xanımı narahat edir. Və günlərin birində gəlir o zamanki Yeyinti və Sənaye Naziri Davud Məmmədovun yanına. Və ona deyir ki, mən istəyirəm mənim həyat yoldaşıma gastronomlarının birində iş verəsən. Davud müəllim deyir ki, Tutu xanım, bütün gastronomlarda zavmaq vəzifəsi məşğuldur. Yalnız bir gastronom boşdur. Amma ora elə bir yerdir ki, sizə məsləhət görmürəm. Çünki siz hörmətli insansınız. Sizi hər yerdə sevgi ilə, məhəbbətlə qarşılayırlar. Amma
elə bir hadisə baş verə bilər ki, sizin bütün bu hörmətinizin üzərindən xətt çəkilər. Yəni, nazir bunu deməkdə onu nəzərdə tuturdu ki, həmin qastronomda ondan qabaq həbs olunan zammaqların taleyini yaşayar Həsən ağa. Həmin qastronomda da indiyə qədər 3 nəfər, deməli 3 zammaq həbs olunub, biri dəlixanaya salınıb, biri isə öz həyatına son qoyub. Əgər işləyə bilərsə, gəlsin günü sabahdan əmrini verim. Qastronom Qoratdelin yanında, Don Milisiyanın altında idi. Deməli, Təzə bazarın aşağı qapısı ilə üzbəyüz 5 mərtəbəli binanın altında. Deməli, qastronomun arxa qapısı, hansı ki oradan ərzaqlar boşalırdı mağazaya, o qapı birbaşa baxırdı Qoratdeldə Obaxesin kabinetinə. O zamanlar Bakıda deməli Obaxes vardı, Kazakov. Çox qəddar insan idi. Bütün zammaqlar, ticarətlə məşğul olan insanlar ondan qorxurdular. İqtisadi cinayətkarlığa qarşı mübarizədə heç kimə güzəştə getmirdi. Kimdəsə 1 manat artıq və yaxud da əski tapırdı, onu dərhal həbs edirdi. O qədər qanunla işləyən bir, deməli, Obaxes olub. Və həmin Obaxes dəfələrlə Həsən ağanı ilişdirməyə çalışsa da buna nail olmur. Əlbəttə, Həsən ağa da başqa zammaqlar kimi qazancın yolunu bilirdi. Amma Kazakova ilişmədi. O, SSR dağılana qədər həmin qastronomun zammağı işlədi. Həsən ağa Məmmədov 1994-cü ildə dünyasını dəyişdi. Övladlarının taleyinə gəldikdə isə Tutu xanımın ikinci oğlu Davud Rusiyada yaşayırdı və orada da dünyasını dəyişdi. Böyük oğlu Zaur isə uzun illər o Bakı Dövlət Universitetində işləyib, baş müəllim, daha sonra Maliyyə Texnikumunda çalışıb və 2019-cu ildə 80 yaşında dünyasını dəyişir. Onu da deyim ki, Tutu xanım Azərbaycanın məşhur aktrisası Hökümə Qurbanova ilə quda idi. Zaur, Hökümə Qurbanovanın qızı Vəfa Fətullayeva ilə ailə qurmuşdular. Onu da deyim ki, Tutu xanımın nəslində daha bir incəsənət xadimi vardı. Bu, uzun illər sazçı qızlar ansamblının solisti olmuş əməkdar artist Rəhilə Həsənovadır. Rəhilə xanım Tutu Həmidovanın xalası olub. Düzdür, o Tutu xanımdan 3 yaş balaca idi. Yəni, Rəhilə xanım 1925-ci ildə anadan olub, Tutu xanım isə 1922-ci ildə dünyaya gəlib. Yəni, onlar doğma, xala, bacı qızı olublar. Tutu xanımın ölümünə gəldikdə isə bildiyim qədər çox sağlam həyat sürüb. Amma ömrünün son illərində yaddaş pozğunluğundan əziyyət çəkirdi. Bu onu demək olar ki, əldən saldı. Bəzən heç öz doğmasını belə tanımırdı. Bəzən onda psixi problemlər yarandı. Bir dediyi sözü bir dəqiqədən sonra yenidən təkrar edirdi. Elə bilirdi ki, deməyib. Və bütün bu sarsıntılar onun ölümünə səbəb olur. Tutu Həmidova 2009-cu il oktyabr ayının 12-sində 87 yaşında dünyasını dəyişir. Onu burada, köhnə qəbirstanlıqda həyat yoldaşının məzarının yanında torpağa tapşırırlar. Tutu xanımın məzarına gəldikdə isə gördüyünüz kimi bura biraz baxımsız vəziyyətdədir. Yəni otlar çıxıb, orada ağacın budaqları və bir şey vurğulamaq istəyirəm ki, siz burada səməni görürsünüz. Baxın, bu səməni artıq tamamilə quruyub, daha doğrusu çürüyüb. Bu da onu göstərir ki, bu məzarı sonuncu dəfə Novruz bayramında ziyarət ediblər. Ondan sonra bura gələn olmayıb. Tutu xanım oktyabrın 12-sində dünyasını dəyişib. Yəni həmin gün onun vəfat etdiyi gündür. O günü də buranı ziyarət edən
olmayıb. Övladları 2 oğlu dünyasını dəyişsə də, onun qızı Dilrubə xanım hal-hazırda sağ-salamatdır. Amma niyə bu vəziyyətdədir bu məzarın ətrafı, bunu bilmirəm. Amma onu dəqiq deyə bilərəm ki, Zaur müəllim sağ olanda o anasını tez-tez ziyarət edirdi. Ad günündə, vəfat etdiyi gündə, başqa bayramlarda həmişə bura gəlirdi. Zaur müəllim sağ olsaydı, buranı belə vəziyyətdə qoymazdı. Çox təəssüf ki, Tutu xanımın məzarını belə baxımsız vəziyyətdə gördüm. Əlbəttə gəlmişkən mütləq ki, buranı təmizləyəcəm. Həm Tutu xanımın ruhu xatirinə, həm də onun oğlu Zaurun.
Tutu xanım haqqında çox qısa da olsa o videonu çəkdim. Əslində onun səhnə fəaliyyəti də qısa olmuşdur. Cəmi 20 il o səhnədə olur. Mən onun oğlu Zaur müəllimlə tez-tez görüşürdüm. O çox gözəl insan idi. Özünə hörmət edən, qürurlu, öz yerini bilən. Çox təəssüf ki, onun da taleyi anası kimi oldu. O da ömrünün deməli son illərində yaddaş pozğunluğundan əziyyət çəkdi. O da bəzən görürdün ki, insanları tanımırdı, amma məni görən kimi tanıyırdı. Səsimi eşidən kimi məni tanıyırdı. Və həmişə deyirdi ki, gedirdim evlərinə, qeyd etdim onlar, deməli, Yasamal bazarı ilə üzbəüz binada yaşayırdılar, 4-cü mərtəbədə. Gedirdim, xəstə olan dövrlərində baş çəkirdim ona. Həmişə deyirdi ki, məni tək qoyma, mənə tez-tez baş çək. Və bacardığım qədər də Zaur müəllimi diqqətdən kənar qoymadım. Amma o, əvvəl məndən bir dəfə xahiş etmişdi ki, anası haqqında bir veriliş hazırlayım. Həmin dövrdə mən Xəzər televiziyasında işləyirdim və çox təəssüf ki, bunu edə bilmədim. Zaur müəllimə üstü örtülü də olsa aydın etdim ki, bu televiziyada sənət adamına yer yoxdur. Onlar yalnız şou, əyləncə, yəni belə verilişlərə üstünlük verirlər. Ona görə də o vaxtı mən Tutu xanım haqqında veriliş eləyə bilmədim. Bu Zaur müəllimin xahişi idi. Elə oldu ki, indi, yəni bu videonu qısa da olsa, bu videonu veriliş formatında olmasa da, hər halda anası haqqında danışdım. Onun şəxsi həyatından, fəaliyyətindən, uşaqlığın dövründən söhbət açdım. Və inanıram ki, Zaur müəllimin indi ruhu şaddır. Başqa deyəcək bir sözüm qalmadı. Allah Tutu xanıma rəhmət eləsin. Və mən buranın məzarı, ümumiyyətcə məzarları çəkərkən onları çirkli göstərəndə bunu onun üçün etmirəm ki, onun yaxınları baxıb utansınlar. Sadəcə necə var, elə də göstərirəm. Bəzək düzəksiz. Vəssalam. Tutu xanım haqqında danışacaqlarım bu qədər.